Deməli, bu günlərdə Milli Məclisdə deputatlardan biri arvad sözünün qanunvericilikdən çıxarılması ilə bağlı təklif irəli sürüb. Əsas arqumentlərdən biri də belə olub ki, qadınlar bu ifadəni xoşlamırlar. Bəli, arvad sözü bu gün hətta söyüş kimi də istifadə oluna bilər. Ancaq əgər siz məni sona qədər dinləsəniz görəcəksiniz ki, arvad sözü nə qədər xətir-hörmətli, nə qədər dəyərli və nə qədər uvvatlı bir söz imiş. Birincisi, arvad sözünün etimologiyasından başlayaq. İlkin versiyaya görə arvad sözü dilimizə ərəbcə avret sözündən gəlib və ərəb dilində, xüsusilə İslam ədəbiyyatında avret yerlər deyə bir anlayış var və bu anlayışı daha çox namaz vaxtı həm qadınların, həm də kişilərin örtülməsi fərz qılınan üzvlərini nəzərdə tutur bu anlayış. Arvad sözü başqa yerdən gəlir. Qədim türk dilində qadına uraqut deyirdilər. Bu haqda həm Divan-ı Lüğət-i Türkdə var, orada yazılıb, eyni zamanda Xarəzmdə Qaraxanlı dövrünə aid mətnlərdə kifayət qədər uraqut sözünə, yəni qadın mənasında uraqut sözünə rast gəlmək olur. Bunu çox böyük türk dili etimoloqları olan həm Tiyece deyib, həm Radlov deyib, həm də Clauson bunu araşdırıb və yazıb və göstərirlər ki, xüsusilə bu Cağatay dilində olan bir sözdür urabut və göstərirlər ki, bu söz hazırki keçidini əgər təqdim eləsək bu şəkildə olub. Uraqut, uravut, aravat və nəhayət Azərbaycan dilində bizim işlətdiyimiz arvad sözü. Bəs bu uraqut sözü özü nə deməkdir? Sözün əsli Şumercədə urqut adlanır və belə deyilir ona. Urqut, qut verən ur. Qut verən qadın deməkdir. Çünki ur sözü orada qadın sözünü ifadə eləyirdi. Yəni qutdakı bilirik bu Dədə Qorquddakı qutdur. Qut sözü ilahi, müqəddəs mənasına da malik idi və beləliklə də urqut, yəni ilahi, müqəddəs qadın deməkdir. Urqut bundan başqa eyni zamanda xanım kimi, bəyim kimi, xatun kimi xüsusi bir ünvanıdır. Amma çox yüksək bir ünvanı da nəzərdə tuturdu. Yəni bu baxımdan uraqutlar urvatlı qadınlar idi və yeri gəlmişkən deyim ki, bax ona görə dedim ha, arvad sözü ilə urvat sözü, hörmət mənası olan urvat sözü eyni mənadadır. Çünki yenə də Divan-ı Lüğət-i Türkdə yazılır ki, arvad sözünün, daha doğrusu urvat sözü uraqutdan gəlir. O hesabda əgər uraqut da arvad sözünün köküdürsə, urvat sözü də, uraqut sözü də, arvad sözü də təxminən elə eyni sözlərdir. Avret sözünə gəldikdə isə, bu avret sözü ki, dedik, bu ərəb dilində işlənir. Bu avret sözü də ərəblərin özünün deyil. Bu söz də İbranicədə ervaqdan gəlir onlara. İbrani dilində də bu sözün kökünə gedib çıxanda baxacağıq ki, Akad dilində uru, arı sözünə gəlib çıxır.